dostlar, mən Rəzi İsmailov. Videoma və kanalıma xoş gəlmişsiniz. Videoma keçməmişdən öncə videomu bəyənməyi və abunə olmağı unutmayın. İlk öncə mövzumuz haqqında sizə məlumat verim. Bugün mövzumuz informasiya texnologiyalarının girişi, yəni ilk anlayışları sizinlə birlikdə öyrənəcəyik. Vaxt itirmədən keçək videomuza. 2000. İnformasiya texnologiyaları nədir? Məlumatın yığılması, işlənməsi, saxlanılmasını və ötürülməsi təmin edən texnologiyaların bütününə informasiya texnologiyaları deyilir. Bəs kompüter nədir? Qarşılıq əməliyyatları sürətli, dəqiqliklə yerinə yetirən, məntiqi əlaqələrə söykənərək qərar verən, etdiyi əməliyyatların nəticəsini saxlaya bilən, saxladığı məlumatları yenidən göstərə bilən elektronik bir maşındır. Qısaca olaraq, kompüter məlumatı emal etmə maşınıdır. Bildiyiniz kimi, kompüterlərin tipləri vardır. Biz kompüterləri 3 əsas qrupa bölürük. Personal kompüterlər, əsas kompüterlər, bir də super kompüterlər. Personal kompüterlər masaüstü kompüterlərdir, yəni desktoplar. Daşına bilən kompüterlərə, yəni portable'lardır. Kiçik kompüterlərə isə mini kompüterlər adlanır. Əsas kompüterlərin növləri serverlər, iş stansiyaları və workstationlar. Super kompüterlər heç bir növə bölünmür. Kompüterlərin tipləri. Fərdi kompüterlər nədir? Evlərdə, məktəblərdə, iş yerlərində ümumi istifadə edilən kompüterlərdir. Server. Yüzlərlə istifadəçiyə eyni anda qoşula biləcəyi, xeyli sayda məlumatı yığan və emal edən kompüterlərdir. Super kompüterlər. Milyardlarla əməliyyatı çox sürətli bir formada həyata keçirən, çoxlu sayda serverlərdən ibarət hesablama maşınlarıdır. Fərdi kompüterlər. Bir yerdə qalıcı olaraq istifadə edilməsi lazım olan kompüterlərdir. Ev, məktəb, ofis kimi yerlərdə istifadə edirlər. Bu kompüterlərə daşına bilməyən kompüterlər deyirlər. Yəni, adətən desktoplar deyirlər. All-in-one nədir? Gördüyünüz bu case, bu monitorun arxasına yığılmışdır. Case əgər monitorun arxasına yığılıbsa, buna all-in-one deyilir. All-in-one nədir? Masaüstü kompüter növüdür, ancaq sistem bloku monitorun arxasına yığılmışdır. Bunlara monobloklar da deyilir. Kompüterlər. Fərdi kompüterlər. Dizüstü kompüterlər daşına bilən sistem blokundan və ona bitişik ekrandan ibarət olur. Bu tip kompüterlər klaviatura və mausu sistem blokunun üstündə olur. Bunlara laptop, notebook və ultrabooklarda misal göstərmək olar. Tablet və smartfon. Tablet və smartfon bir blokdan ibarət olur. Ekranı və qida mənbəyi eyni blokun üzərində olan mobil cihazlardır. Barmaq və ya qələm hərəkətlərini qavrayan, sensorlu monitoru olan kamera, GPS və nömrə dəstəkləyən cihazlardır. Bunlara isə mini kompüterlər də demək olar. Ancaq mini kompüterlər sensorlu, barmaq monitoru dəstəkləyən, GPS və nömrə dəstəkləyən kompüterlərə deyilir. Hesablama prosesinin mərhələləri. Hesablama prosesinin mərhələləri 5 qrupa bölünür. Giriş, hesablama, çıxış, saxlama və şəbəkə qruplarına bölünür. Giriş, yəni input, məlumatın mouse, klaviatura və ekrana toxunularaq daxil edilməsi, məsələn, kamera, mikrofon, giriş qurğularıdır. Hesablama, məlumatın əməliyyat sistemi tərəfindən emal olunması üçün uyğun fiziki qurğulara göndərilməsi prosesor əməliyyat qurğusudur. Çıxış, məlumatı emal olunduqdan sonra nəticəsində ekrana görünməsi və ya səsin eşidilməsi, məsələn, monitor, printer, speaker və s. Save, saxlama, məlumatı yenidən çağırıla bilməsi üçün daimi olaraq saxlama qurğularında yaddaşa yazılması, RAM, HDD, USB, disk və s. Şəbəkə, network. Məlumatın şəbəkə vasitəsilə digər kompüterlərə ötürülməsi və ya digər kompüterlərdə məlumat alınması və ya linklər vasitəsilə və s. Hardware və software. Hardware, lolu dildə gözlə gördüyümüz və əla toxunduğumuz proqram, yəni qurğulara deyilir. Software isə gözlə toxuna bilmədiyimiz, gözlə görə bilmədiyimiz və əla toxuna bilmədiyimiz proqram təminatına deyilir. Hardware nədir? Kompüteri təşkil edən fiziki hissələri ümumi addır.
Software qurğuların işləyə bilməsi və müxtəlif məqsədlərdə istifadə edilə bilməsi üçün lazım olan əmrlər və məlumatlar toplusudur. Kompüterin daxili hissələri. Kompüterin daxili hissələri prosesor, ana plata, RAM, videokart, hard disk və SSD. Prosesor nədir? Bütün hesablama işlərinin edildiyi hissədir. Məlumatlar və əmrlər burada emal edilir. Ana plata bütün hissələrin birləşdiyi əsas platadır. Hissələrin bir-biri ilə əlaqə qurmasını təmin edir. RAM nədir? Prosesorun emal etdiyi əmrləri və məlumatları müvəqqəti saxlayan yaddaşdır. Yəni kompüter açıldıqda RAM avtomatik olaraq işə düşür. Yəni RAM daimi yaddaş hesab olunmur. Videokart prosesorda emal olunan məlumatları ekrana çıxarıla bilməsi üçün münasib hala çevirir. Hard disk, yəni HDD-dir. Məlumatları daimi olaraq saxlanması məqsədilə istifadə edilən qurğudur. SSD günümüzdə HDD-dən sonrakı ən aktual daimi yaddaş qurğusudur. SSD HDD-dən yəni çox yüksək performansa malikdir. SSD kompüterin açılmasını 1 dəqiqədən 10 saniyəyə salır. Kompüterin daxili hissələri. Qida bloku, CPU soyuducu, səs kartı. Qida bloku nədir? Kompüterin hissələrini sabit cəryan ilə təmin edən qurğudur. Qida bloku kompüterin enerji alması üçün rozetkadan gələn dəyişən cəryanı sabit cəryana çevirib və kompüterin qurğularını işləyə biləcəyi qədər enerji paylayır. CPU soyuducu prosesorun temperaturunun artmasının qarşısını almaq üçün olan soyutma sistemidir. CPU soyuducu prosesorun üzərində yerləşir. Prosesor qızanda onu dərhal soyutmağa başlar. Səs kartı prosesorda emal edilən səsin dinamikdən çıxa bilməsi üçün münasib hala gətirən qurğudur. Səs kartı, yəni professional musiqi ilə peşəkar məşğul olanlar kənar səs kartı ala bilərlər. Kompüterin xarici hissələri. Case, monitor, klaviatura, siçan, yəni mouse, səs uzaldıcı, mikrofon. Case kompüterin içərisindəki bütün hissələrin yığıldığı və birləşdiyi bir qutudur. Monitor kompüterdə olan məlumatların görünməsini təmin edən cihazdır. Klaviatura üstündəki hərflər, rəqəmlər və xüsusi simvollardan olduğu daxil etmə cihazıdır. Siçan, yəni mouse üstündə sağ və sol klik etmək üçün iki düyməsi olan, səhifələri yuxarı aşağı sürüşdürə bilən, diyərcəyi olan cihazdır. Səs uzaldıcı kompüterdəki səslərin çıxışa verilməsi üçün nəzərdə tutulan cihazdır. Mikrofon kompüterə səsini daxil etmək üçün istifadə edilən cihazdır. Bizim xarici yaddaş qurğularımız hansılardır? Xarici HDD, USB flash kart, bir də CD kartı. Xarici HDD nədir? Adi HDD-dir. Fərqi kompüterə USB vasitəsilə kənardan qoşula bilməzdir. USB flash kart. USB vasitəsilə qoşulan flash daim yaddaş qurğusudur. CD kart. Fotokameralar və smartfonlara kənardan qoşulan daimi yaddaş qurğusudur. Şəbəkə qurğuları hansılardır? Modern router, data kartı, şəbəkə kartıdır. Modern router nədir? Ev və ofislərdə istifadə olunan qlobal şəbəkəyə internet çıxış qurğusudur. Data kart nədir? Kompüteri mobil şəbəkələrə qoşmaq üçün istifadə olunan qurğudur. Bəs şəbəkə kart nədir? Kompüterin daxilində simli və simsiz qoşulmanı təmin etmək üçün istifadə edilən qurğudur. Hardware, software. Hardware sistem hissələri, giriş hissələri, çıxış hissələri, saxlanıc hissələri, əlaqə hissələri ilə təchiz olunmuşdur. Bunlara ana plata, prosesor, RAM və ekran yaddaşı da aiddir. Software sistem, yəni proqram təminatı, tətbiqi proqram təminatı, bir də proqramlaşdırma buna aiddir. Software proqramlaşdırma dilləri. Prosesorun əmrlərinin yerinə yetirməsi üçün ona müəyyən instruksiyalar verilməlidir. İnstruksiya dedikdə prosesorun hesablamalı olduğu verilənlər, onların hesablama qaydası və istifadəçi edəcəyi ardıcıllıqlar nəzərdə tutulur. Bu alqoritmlər bizim başa düşə biləcəyimiz formada yazılmalıdır. Eyni zamanda kompüterdə
Bu yazılanlar öz anladığı dilə çevirib onları icra edə bilməlidir. Məhz bu nöqtədə insan dili ilə kompüterlərin dili birləşir və biz bunlara proqramlaşdırma dilləri deyirik. Qısaca desək, proqramlaşdırma dilləri kompüterin yeni yetirəcəyi əməliyyatların insan dilində yazılmış formasıdır. Bunlara Java, Python, C++, C++ və Swift aiddir. Software sistem proqram təminatı. Sistem proqram təminatı istifadəçinin kompüteri və onun funksiyalarını istifadə edə bilməsini təmin edən, ona qrafik istifadə interfeysi təqdim edən və sistem hissələrini idarə edən geniş proqram təminatıdır. Qısaca desək, sistem proqramları insanların kompüteri idarə etməsi təmin edən xüsusi proqramlardır. Bunlara əməliyyat sistemləri Windows, Linux, iOS və Android-də aiddir. Software tətbiqi proqram təminatı. Tətbiqi proqram təminatı sistem proqram təminatının üzərində yazılan və istifadəyə kompüterdə konkret təyinatı olan əməliyyatları yerinə yetirməsinə kömək edən proqram təminatıdır. Qısaca desək, tətbiqi proqramlar istifadəçilərin konkret tapşırıqların yerinə yetirməsini təmin edən xüsusi alət proqramlardır. Bunlara Chrome, Word, PC, yəni Photoshop və bildiyimiz istənilən oyunlar PS 2013 və GTA 5 olsun. Software lisansları. Bunlar 4 yerə bölünür. Pulsuz proqramlar, yəni freeware, şərti proqramlar, shareware, demo isə demonstrative, açıq kodlu, yəni open source. Pulsuz proqramlar payına alınması və istifadəsi tamamilə pulsuz olan proqram təminatlardır. Şərti proqramlar müəyyən bir müddət istifadə mümkün olan, daha sonra ödəniş tələb edən proqram təminatıdır. Demo, gələcəkdə istifadəyə veriləcək bir proqramın ilkin təqdimat və yoxlama üçün nəzərdə tutulmuş versiyasıdır. Açıq kodlu, proqramın yazıldığı kod hər kəsə açıq formada olan və üzərində dəyişikliklər edilə bilən proqram təminatıdır. Və beləliklə də bir dərsimizin sonuna gəldik. Belə videoların davamlı gəlməsi üçün videonu bəyənməyi və abunə olmağı unutmayın. Gələcək videolarda görüşmək üzrə. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.